Gülər Əsədli biologiya müəllimi. Bu video izahımda sizə mutasiyaların bir forması olan gen mutasiyası zamanı baş verən xəstəliklər haqqında məlumat verəcəm. Gen xəstəlikləri ümumilikdə 400-dən çox gen xəstəlikləri vardır və gen xəstəliklərinin əsas yaranma səbəblərindən biri DNT molekulunun sintezinin pozulması, nukleotid artçılığının pozulması ilə əlaqədardır. Gen xəstəliklərinə karbohidrat mübadiləsinin pozulması zamanı yaranan xəstəliklər, lipid mübadiləsinin pozulması zamanı yaranan xəstəliklər, amin turşuların, zülalların pozulması zamanı, vitamin çatışmazlığının pozulması zamanı rast gəlinən xəstəliklərdən bəhs edəcəyik və gen xəstəliklərinə nöqtəvi mutasiyalar da deyilir. Gəlin ilk öncə karbohidrat mübadiləsinin pozulması zamanı yaranan xəstəliklər haqqında danışaq. Xəstəlikləri keçməzdən əvvəl qeyd etmək istəyirəm ki, karbohidrat mübadiləsi normal ardıcıllıqla getməlidir. Yəni bu prosesin hər hansı bir hissəsi pozulduqda xəstəlik meydana çıxır. Belə ki, ilk öncə qidanın tərkibindəki karbohidrat həzmə uğrayaraq qana sorulmalıdır. Həmin bu qana keçmiş karbohidrat, yəni bu ən sadə monosaxarid qlukozadır. Həmin bu qlukozanın bir hissəsi insülin hormonunun iştirakı ilə glikogenə keçib ehtiyat halında toplanmalıdır. Və ehtiyat halında toplandıqdan sonra lazım olan həmin enerji lazım olan zaman isə glukozanın dissimiliyasiyası baş verməlidir ki, dissimiliyasiyada nə idi? Maddələrin kiçik molekullara parçalanıb enerjini verməsi idi hüceyrəyə. Əgər ki, həmin bu prosesdə baş verdikdən sonra bədəndə lazım olan karbohidrata yenə tələbat olarsa, glukozanın başqa formalarından da sintez olunur. Bunlara heksozalar deyə bilərik. Heksozalar isə 6 karbonlu karbohidratlardır və heksozalar bir-birlərinə çevrilə bilirlər. 5-ci etap isə karbohidrat strukturu olmayan hər hansısa bir maddələrdən glukozanın sintez edilməsidir ki, bu da amin turşulardır, gliserindir və s. Və bu proseslərin pozulması zamanı gəlib hər hansısa bir xəstəliklər baş verə bilir. Bunlara karbohidrat mübadiləsi zamanı baş verən xəstəliklər aiddir. İlk öncə danışacağıq deməli pankreatit xəstəliyindən. Pankreatit xəstəliyi bilirik ki, mədə-altı vəzi tərəfindən ifraz olunan amilazanın miqdarı azalması ilə müşahidə olunur. Belə ki, pankreatit xəstəliyində amilazanın miqdarı azalır və nəticədə nə olur? Nişasta və glikogenin həzmi pozulur. Çünki amilaza birbaşa nişasta və glikogenin həzminə kömək edirdi. Və bu həzm prosesi yavaşlayan zaman qida uzun müddət bağırsaqda qalır və nişasta qıcqırmağa baş verir. Nişastanın qıcqırması ilə bağlı bağırsaqda tuş mühit yaranır. Normalda bilirik ki, bağırsaqlarımız qələvi mühitdir. Qıcqırma prosesi həmin bağırsağın tuş mühitə çevrilməsinə gətirib çıxarır və həmin bu tuş mühit bağırsaq reseptorlarını həddindən artıq qıcıqlandırır və ishal xəstəliyini törədir. Digər pozulması, karbohidrat mübadiləsinin pozulmasına biz glukoza mübadiləsinin pozulmasından danışacağıq ki, normalda qanda şəkərin miqdarı millimol ilə götürdükdə 6,66 millimol, yəni 120 milliqram olmalıdır. Və əgər ki, bu 6,66 millimoldan çox olarsa, hiperqlikemiya olar. Ümumiyyətlə, normal çərçivə qanda şəkərin miqdarı 3,89-dan 6,66 millimola qədərdir. Milliqramdan desək, 70 milliqram və 120 milliqram aralığında olmalıdır. Və 6,66 millimoldan yüksəldikdə bu hiperqlikemiyada şəkərli diabetdir. Şəkərli diabet orqanizmdə iki formada rast gəlinir. Tip 1 və tip 2. Tip 1 xəstəliyi orqanizmdə az yaşlı yeniyetmə dövründə üzə çıxır. Bu mədə-altı vəzinin pozulması, insülin hormonunun olmamasıdır. Tip 2 isə yeyilən qidanın həzminə insülin hormonunun yetməməsidir.
Hipoqliqemiya isə 3,89 millimoldan aşağı olmasıdır ki, bu da qanda şəkərin olmaması şəkərsiz diabet olur. Digər karbohidrat mübadiləsinin pozulması zamanı yaranan xəstəliklərdən biri qlukozuriyadır. Qlukozuriya xəstəliyi isə deməli, qanda qlukozanın qatılığı həddindən artıq çox olur və sidikdə şəkər ifraz olunur. Bu qlukozuriya xəstəliyidir və qlukozuriya xəstəliyi zamanı əsəbilik, belə deyim, şiddətli psixoemosional vəziyyət yaranır. Bu vəziyyət həm də şəkərli diabet üçün də əlamətdir. Karbohidrat mübadiləsinin pozulması zamanı yaranan xəstəliklərdən biri Tay-Sachs xəstəliyidir ki, hansı ki Tay-Sachs xəstəliyi zamanı sinir sisteminin daxil olmaqla bir çox orqanlar zədələnir və xəstəlik zamanı miyelin qışanın dağılması zamanı əqli zəifliyi, hərəkət koordinasiyasının itməsi, bəzən isə tam hərəkətsiz bir forma olur. Gəlin indi baxaq lipid mübadiləsinin pozulması zamanı baş verən xəstəliklərə. Lipid mübadiləsinin pozulması zamanı öd kisəsi xəstəlikləri. Burada öd kisəsində yaranan infeksion xəstəliklər, iltihabi proseslər və öd kisəsində yaranan daşlardan söhbət gedə bilər. Nəyə görə bu belədir? Çünki bilirik ki, ödün funksiyası nədir? Ödün funksiyası yağların mexaniki həzminə kömək etməkdir. Əgər ki, lipid mübadiləsi pozulubsa, yağlar düzgün parçalana bilməyəcək. Həm də yağ tərkibli vitaminlər də düzgün parçalanmayacaq. Bunlar A, D, E, K vitaminləridir. Və bu nəticədə öd yolları və öd kisəsində daşlar, çöküntülər əmələ gələcəkdir. Ateroskleroz xəstəliyi də damar yollarında yağ damlalarının qalması ilə müşahidə olunur ki, bu da qanda xolesteronin miqdarını artırır və qan dövranının dolaşımını, damarlarda qanın dolaşımının qarşısını alır. Amin turşusu mübadiləsinin pozulması zamanı baş verən xəstəliklər iki formada var. Əvəz olunan amin turşular və əvəz olunmayan amin turşular var. Əvəz olunmayan amin turşular qidada çatışmazsa, bu nə zaman olur? Qida keyfiyyətsizliyi zamanı olur. Bəzi vitaminlərin düzgün qəbul edilməməsi zamanı olur. Bunlardan biz triptofan, lizin və histidinin adını çəkə bilərik. Triptofan çatışmazsa insanda ciddi arıqlama olur. Yəni bu insanlar arıqlaya gedirlər. Lizin çatışmazlığı baş verərsə baş gicəllənmə, ürək bulanma kimi hadisələr baş verir. Histidin çatışmazlığı qanda hemoqlobin miqdarının azalmasına səbəb olur. Amin turşularının pozulmasının digər bir xəstəliyi irsi olan fenilketonuriya, trizonemiya və albinizmdir. Albinizm xəstəliyi deməli dəridə melanin pigmentinin olmaması ilə müşahidə olunur. Bu pigmentin olmaması dəridə, tüklərdə, gözün quzeyli qışasında pigmentin olmaması ilə nəticələnir və bu irsi xəstəlikdir. İrsən bir nəsildən növbəti nəslə keçə bilir. Vitamin çatışmazlığı zamanında yaranan xəstəliklər vardır ki, bundan biz homosisturiya xəstəliyini misal göstərə bilərik və mərkəzi sinir sisteminin zədələnməsi, damar mənşəli trombların əmələ gəlməsi, gözün billurunda zədələnmələri görə bilərik. Zülal sintezinin digər bir hissəsinin olmaması insanda əzələ atrofiyası xəstəliyidir ki, əzələ atrofiyasının səbəbi deməli zülallardan birinin sintezini təmin edən X xromosomunda yerləşən genin öz funksiyasını yerinə yetirə bilməməsidir və bu zaman əzələlər düzgün yığılıb açıla bilməyəcəkdir. Deməli, qeyd elədiyimiz bu xəstəliklərin hər biri gen mutasiyalar zamanı insan orqanizmində rast gəlinən xəstəliklər idi. Video izahla bağlı kimin nə sualı var qeyd edər.